Hamiləliyin 20-ci həftəsi. Bu videoda həm hamiləlikdən danışacağıq, həm də hamilənin dəmir ehtiyacını necə qarşılamalıyıq, nə yeməlidir, nə içməlidir, nə zaman dərman istifadə etməlidir. Bu haqda sizə ətraflı məlumat verəcəm. 20-ci həftə 5-ci ayın sonudur. Dölümüz artıq 300 qrama qədər çəkisi var, 16 santim uzunluğu var. Hərəkətlərini aydın şəkildə hiss edirik. Döl hıçqırmağa başlayır, ritmik, kiçik, tez-tez olan bir toxunuşlar hiss edirik və bu toxunuşları, bu hərəkətləri biz hamiləliyin sonuna qədər hiss edəcəyik. Hıçqırması normaldır. Dölümüz səsləri eşidir, ananın səsini eşidir, toxunuşu hiss edir. Qızlarda yumurtalıqlar, oğlanlarda isə testislər, xayalar əmələ gəlir. Amma hələ ki qarın boşluğundadır xayalar. Bu xayalar həftə artdıqca aşağıya, skrotuma, xayalığa enəcək. Hamiləmizdə ödəm əmələ gələ bilər ayaqlarında. Ödəm əslində fiziolojikdir, amma eyni zamanda biz çoxlu duzlu qida istifadə edəndə, turşu istifadə edəndə bu ödəmlər arta bilər. Və yaxud da karbonhidratdan zəngin, amma zulaldan az istifadə ediriksə, zulal qidalarından, o zaman da ödəmimiz arta bilər və qan azlığı olanda ayaqlarda və əllərdə olan ödəm arta bilər. Qan azlığına gəldiyimizdə bilməliyik ki, hamilənin dəmir ehtiyacı hamilə olmayan insana görə 2 qat artıqdır. Yəni bizim ehtiyacımız 18 mq-dırsa günə, hamilənin ehtiyacı 30 mq-dır. Bu o deməkdir ki, dəmir içərən yeməklərin miqdarına diqqət etməlidir. Yəni mütləq o rasionunda onlar olmalıdır. Digər tərəfdən də bunlar yetərli deyilsə, dəmir dəstəyi almalıdır. Başlasaq qidalardan, ən rahat əmilən və mübadiləyə rahat qatılan dəmir heyvansal, yəni ətlərin içindədir. Qırmızı ətdədir. Burada dəmir hem formasındadır. Yəni birbaşa qana keçəndə hemoqlobinlə birləşir, hemoqlobin onu birbaşa istifadə edə bilir. Amma bitkisəl dəmir, hansı ki noxudda, yəni ümumiyyətlə paxlallarda, mərcidə, qarabaşaqda, qırmızı almalarda, ispanaqda çoxdur. Bu non-hem formasıdır. Yəni onun hemoqlobinə qatılması üçün müəyyən proseslərdən, metabolik proseslərdən keçməsi lazımdır. Ona görə çalışırıq ki, qırmızı ətdən imtina etməyək. Amma əgər ki, imtina ediriksə, yeyə bilmiriksə, o zaman da bu saydığım bitkisəl mənbələrdən o dəmiri alırıq. Amma əksər hallarda bu yetərli olmur və dəmir dəstəyi lazım olur. Hansı pasientlərə biz dəmir tabletləri və yaxud da dəmir iynə şəklində və sistem vena daxili təyin edirik? Əgər hemoqlobinimiz bizim 11-dən aşağıdırsa, feritin isə 30-dan aşağıdırsa, biz dəmir dəstəyi təyin edirik. Dəmir istifadəsində nəyə diqqət etməliyik? Dəmir ac qarnına qəbul olunmalıdır. Ya yeməkdən 30 dəqiqə öncə, ya da yeməkdən 2 saat sonra. Qəbul etdiyimizdə əgər vitamin C içərən bir qida da yanında olsa və yaxud da maye yanında olsa daha tez əmilir. Məsələn, suyun içinə bir balaca limon sıxa bilərik və yaxud da apelsin suyu sıxa bilərik. O zaman dəmir daha yaxşı əmilir. Amma süd məhsulları ilə birlikdə qəbul etsək, kalsiy ilə birlikdə qəbul etsək və yaxud da çayla, qəhvə ilə bir yerdə qəbul etsək, onun əmilimi azalır. Onu da bilmək lazımdır ki, bəzən dəmir tam olaraq mədədən sovrulmur və biz onu tablet şəklində o zaman təyin edə bilmirik. Bunu da biz analizlərlə görürük. Yəni bir pasiyentə tablet təyin edirik, bir ay sonraki müayinədə hemoqlobini eyni qalır və yaxud da daha da aşağı düşür. Belə hallarda biz dəmiri əzələ daxili və yaxud da vena daxili təyin edirik. Dəmir preparatların bir özəlliyi daha var, qəbizlik yarada bilər. Əgər dəmir preparatı qəbizlik yaradırsa, biz onu chelated formasını, yəni proteinlə bağlanmış formasını təyin edirik. Hansı ki, daha nadirən qəbizliyə və yaxud da mədə yanmasına, qusmasına səbəb olur.